Salam dostlar. Bugün İlham Əliyevin qorxularından danışacağıq. İlham Əliyevin həyəcanından danışacağıq. Deyə bilərsiniz ki, İlham Əliyev indi hakimiyyətinin ən güclü dövrünü yaşayır. Qarabağda müharibədə qalib çıxıb, medianı susturub, müxalifəti susturub, vətəndaş cəmiyyəti fəallarını susturub, ölkənin bütün iqtisadiyyatını ələ keçirib, dövlət sərhədlərini bağlı saxlayır, siyasi rəqiblərini öldürür. Abcas Media bağlanıb, Meydan TV bağlanıb, Toplum TV bağlanıb. Bunların redaksiya heyətləri, aparıcı jurnalistlər, baş redaktorları həbsdədir. Beynəlxalq mediadan Azadlıq Radiosudur, BBC-dir, Amerikanın Səsidir bağlanıb. Digərlərinə imkan verilmir. İki müxalifət partiyası qalıb, faktiki Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası. Hər ikisi sıxışdırılıb, hər ikisinə qarşı çox ciddi təzyiqlər var. Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli saxta iddiamlarla həbs olunub, həbsxanadadır. Partiyanın ondan artıq üzvü həbsdədir. 2 gün bundan əvvəl dekabrın 12-sində Heydər Əliyevin heykəlini üzərində Stalin yazan Xalq Cəbhəsinin fəalı, siyasi məhbus Elbəy Kərimli həbsxanada qətlə yetirilib. Görüntü olaraq İlham Əliyev öz hakimiyyətinin ən güclü dövründədir. Amma bu görüntü olaraq belədir. Əslində İlham Əliyev bu bütün sadaladığım vəhşilikləri, qəddarlıqları qorxduğundan, hakimiyyətini itirmək qorxusundan edir və bu daha da güclənəcək. İlham Əliyev sərhədləri bağlı saxlayır. İlham Əliyev ölkə iqtisadiyyatını tam olaraq ələ keçirir. Hər şey İlham Əliyevindir. Amma qorxudan xilas ola bilmir. Nə baş verir? İlham Əliyev müharibənin, Ukrayna-Rusiya müharibəsinin bitməsindən qorxur. Və bu müharibə bitən gün diktatorlarına haqq hesabına başlayacaq. Və demokratik dünya bu gün İlham Əliyevin bu vəhşiliklərinə ona görə göz yumur ki, Ukrayna müharibəsi gedir. Ona görə göz yumur ki, Avropaya neft lazımdır, qaz lazımdır. Çünki Rusiyadan almırlar. Amma Azərbaycandan da almayacaqlar. Və İlham Əliyev müharibənin sonu yaxınlaşdıqca daha da qəddarlaşır, daha da azğınlaşır və müharibədən sonraki dövrə, post-müharibə dövrünə azğınlaşır. Azərbaycanda hüquq mühafizə orqanlarının sayı artırılır. Polisdir, daxili qoşunlardır, sərhəd qoşunları. Bunlara əlavə səlahiyyətlər verilir. Və fikir verdirsə, bir neçə gün bundan əvvəl daxili qoşunlar, yəni qanun qəbulləri və daxili qoşunlar artıq Daxili İşlər Nazirinə yox, birbaşa prezidentə İlham Əliyevə tabi olacaqdır. İlham Əliyevdən əmr olacaqdır. İlham Əliyevin göstərişlərini yerinə yetirəcək. Üstəlik, daxili qoşunlara, əskərlərə polis səlahiyyəti verir. Artıq əskərlər evlərdə axtarış apara biləcək, yolda pasport yoxlaya biləcək. Mitinqlərdə xüsusi qərar olmadan birbaşa aksiyaların dağıdılmasında iştirak edə biləcək. Bakıda kameraların sayı artırılıb dostlar. Tək Bakıda yox, bütün böyük şəhərlər. Bütün rayon mərkəzlərində. Video kameraların sayı artırıldı. Fikir verəz metrolara girəndə. Bir neçə dəfə artırıldı. 1-2 gizli yerdə qoyulan kameralar indi onlarla kamera əvəzləyir. Özdə açıq aydın. Meydanlarda yeni dirəklər bastırıblar. Üstü kameralarla dolu. Baxa bilərsiniz bütün meydanlarda. Bulvarda, Targovidə, Əhmədlidə və digər meydan və parklarda, əsas küçələrdə video kameraların sayı bir neçə dəfə artırıldı. Və Dövlət Təhlükəsizlik Xidmətinə şəhərin təhlükəsizlik kameralarına giriş verildi qanunla. Əvvəl yox idi belə şey. İndi Dövlət Təhlükəsizlik Xidməti bütün Bakıda olan video kameraların görüntülərinə birbaşa baxa biləcək. Və bütün bunlar İlham Əliyevin qorxusundan irəli gəlir. İlham Əliyev xalqın qəzəbindən qorxur. İlham Əliyev kütləvi etiraz aksiyalarından qorxur. Və ona görə polisin sayını artırır. Ona görə daxili qoşunların sayını artırır və onlara əlavə səlahiyyətlər verir. Və bir məsələni, bir informasiyanı da diqqətinizə çatdırır. Bu yaxınlarda sərhəd qoşunlarına xüsusi səlahiyyətlər veriləcək. Sərhəd bölgələrində olan sərhəd qoşunlarının hərbi hissələrində, sərhəd qoşunlarının qulluqçularına polisə verilən səlahiyyətlər veriləcək. Yəni sərhəd bölgəsində sərhəd qoşunları
eynən daxili qoşunlar kimi bir sıra səlahiyyətləri həyata keçirəcəklər. Yoxlamalar apara biləcəklər, pasport yoxlamaları həyata keçirə biləcəklər. Müxtəlif bölgələrdə komendant saatları təyin olunanda orada komendant saatı qaydalarına polislə birlikdə sərhəd qoşunlarında nəzarət edəcəyi gözlənilir. Bu ilə bağlı qanun layihəsi hazırlanır. Yəqin ki, bu üzümüzə gələn il, yaxud da bu ilin axırlarında artıq Milli Məclisə təqdim olunacaq. İlham Əliyev xalqla savaşa hazırlaşır. İlham Əliyev xalqla müharibəyə hazırlaşır. Qatillər ona görə həyata keçirilir ki, İlham Əliyev sustura bilməyənləri, satın ala bilməyənləri bir dəfəlik öldürməklə onlardan qurtarmağa çalışır. İlham Əliyev qatildir. Bax, bu günlərdə yetim bir uşağı öldürdü. Atası, anası olmayan, heç kəsi olmayan Elbəy Kərimli, Azərbaycan Xalq Cəbhəsinin fəalı. Milli Bankın qarşısında olan o lənətlənmiş Heydər Əliyevin heykəli üzərində Stalin söz yazır. Qaçmayıb, qalıb orada şəkil çəkəndə polis onu aparıb. 2 ay heç kəsin xəbəri olmayıb. 2 ay döyüblər, adama zülm veriblər. Sonradan Xalq Cəbhəsinə xəbər göndərib, Nemət Kərimli onun vəkili olub. Məlum olub ki, 2 ay olmazın işgəncələrə məruz qalıb. Həbsdə olduğu, həbsxanada olduğu müddətdə də dəfələrlə aclıq aksiyası keçirilib, dəfələrlə döyülüb, dəfələrlə qarşıya salınıb. Sonuncu dəfə bu ilin iyun ayında Vərəm dispanserində Ədliyyə Nazirliyindən gələn, penitensiar xidmətindən gələn komissiyanın qarşısında çıxış edib, o məhkumlara verilən zülmdən danışıb. Sonra özünün qanunsuz həbsindən danışıb, ondan sonra tutub adamı döyüblər, böyük işgəncə veriblər və qarşıya salınıblar. İlham Əliyev bayram Heydərin o lənətlənmiş heykəlini yazan digər bizim dostumuz Bayram Məmmədovu Türkiyədə qətl edildi. İlham Əliyev çoxlu qətil, Elmar Hüseynovla başlayan qətillər bu gün də davam edir, dayanmaq bilmir. Elmar Hüseynov qətl edilib, Rasim Əliyev qətl edilib, Vidadi İskəndərli, Vüqar Rızayev, Hüseyin Bakıxanov. Bu siyahının daha da artırmaq olur. Bütün bu qətillər, bütün bu həbslər, bütün bu işgəncələr, medianın susturulması, qeyri-hökumət təşkilatların fəaliyyətini faktiki olaraq qadağan edir. Hətta hökumətə yaltaqlanan QHT-lər belə fəaliyyətlərini dayandırıb. Hətta onları belə aparıb DTX-da, banditizmdə, Bakı şəhər baş polis idarəsində işgəncə verdi. Hökumətin öz Qonqo QHT-lərində belə. İlham Əliyev danışan bütün ağızları ona görə bağlıdır ki, hakimiyyətindən qorxur. Və müharibənin sonu yaxınlaşır. Və müharibə Ukrayna maraqları çərçivəsindən həll olunacaq. Və İlham Əliyevin qara günləri onda başlayacaq. Lukashenko İlham Əliyevdən daha qəddar adamdır. O artıq siyasi məhbusları buraxmağa başlayıb. Dünən də 120 siyasi məhbusu azad edib. Çünki Lukashenko müharibənin sonunu görür. Və bu son da onun dəhşətli dərəcədə cəzalanacağını daha yaxşı bilir. Bilir ki, bu müharibənin sonu Putinin hakimiyyətinin də sonu deməkdir. Putinin də hakimiyyətinin sonu yaxınlaşır və növbəti mərhələdə biz Rusiyanın SSR kimi dağıldığını, çökdüyünü, yoxa çıxdığını şahid olacaq. Onda Lukashenko ilə haqq-hesab günü başlayacaq. Və həmin günə Lukashenko İlham Əliyevdən daha ağılla yaxınlaşır. Siyasi məhbusları həbsdən azad etməklə. İlham Əliyev neydi? Siyasi məhbusları qətlə yetirməklə məşğuldur. 2-3 gündə 2 saylı cəza çəkmə müəssisəsində telefon danışıqlarına qadağa qoyublar. Oradakı qətl hadisəsi haqqında çöldəkilərin xəbəri olmasın deyə. Azərbaycan xalqı susmamalıdır. Azərbaycan xalqı artıq meydanlara çıxmağa başlamalıdır. Daha bir şey deyim. İndi bütün Macaristan boyu etiraz aksiyaları gedir. Orada bir video ortaya çıxıb. İnternat məktəbində bir nəzarətçi oradakı şagirdi döyür. Bütün xalq ayaq üstədir. Orban hakimiyyətinin istifasını tələb edir, hökumətin istifasını tələb edir. Bizdə şərlənib həbsə atılan gənc adam öldürülür. Biz ancaq qarış eləməklə. Mən demirəm ki, Azərbaycan xalqı İlham Əliyevi sevir. İlham Əliyevi, nə bilim, onun tərəfində. Xeyr, İlham Əliyevi nifrət edir Azərbaycan xalqı. Azərbaycanda İlhamın hakimiyyətini dəstəkləyən 1-2% adam yoxdur. Hamı lənət edir. İlhamı hər kəsin, həm müxalifətçilər, qeyri-müxalifətçilər.
İlham Əliyev o intihar edən qazilərin də qatildir. Bu gün borca düşdüyü üçün, bu gün imkansızlıqdan Rus ordusu sıralarında Ukraynaya qarşı döyüşlərdə iştirak edən, o döyüşlərdə ölən, cəsədləri döyüş meydanlarında çürüyən Azərbaycanlıların qatilidir. İlham Əliyev Rusiyada OMON tərəfindən öldürülən, polis tərəfindən öldürülən, reketlər tərəfindən öldürülən Azərbaycanlıların qatili. Dünya hər yerində bir Azərbaycanlı haqsız yerə ölürsə, öldürülürsə onun qatili İlham Əliyevdir. Çünki İlham Əliyevin siyasətindən qaçıb adamlar ölkələrini tərk ediblər, ölkələrini xarica ediblər. Azərbaycan xalqı da Macarlar kimi küçələrə tökülməlidir. Öz haqqını tələb edir. İlham qorxur, sizə əmin edirəm. Polisdən, daxili qoşunlardan, sərhəd qoşunlarından, onun İlhamın qoçu dəstələrindən qorxmaq lazımdır. Onsuz da İlham Əliyev bizi bir-bir öldürəcək, bir-bir. Hər birimizin qapısı döyüləcək. Siz siyasətə qarışmasanız da İlham Əliyev gəlib sizin ailənizin içinə, sizin əmlakınızda, sizin var dövlətinizdə əl qoyacaq, qatılacaq. Bax, bu il fermerlər qarpızını sata bilmədilər. İlham Əliyev Çindən qarpız gətirdi, satdırdı. Ona görə yox ki, pul qazansın. Ona görə eləyir ki, fermer kənd təsərrüfatı ilə məşğul olmasın, öz torpağından imtina eləsin, öz torpağını İlham Əliyevə satsın, ucuz qiymətlə, su qiymətinə. İlham Əliyev maldarlığın anasını ağlatdı. Bax, dabaq xəstəliyi yayıldı. Fermerlərə bu xəstəliklə qarşı mübarizə üçün nə dərman verildi, ya bu mübarizə üsulları barədə insanlar təlimatlandırıldı, ya fermerlərdə bir görüşən oldu. Yox, əvəzinə mal satma, kəsim qadağan edirlər. İndi ona, nə bilim, Monqolistandan oradan buradan gətirib ət satırlar ki, insanlar heyvandarlıqdan da imtina eləsinlər. Bu sahəndə İlham Əliyev əl qoysun. Sərhədləri ona görə bağlı saxlamayıbdır ki, bilet satıb pul qazanır. Yox, bu bilet satıb, təyyarə biletinə satılan pullar çox cüzi pullardır. İlham Əliyev dərmandan pul qazanır, İlham Əliyev ölkəyə gətirilən ərzaqdan pul qazanır, İlham Əliyev insanların istirahətindən pul qazanır, xəstəxanalardan pul qazanır. Sərhəd bölgələrində yaşayan adamlar qonşu ölkələrdən ucuz ərzaq alırdı, indi ala bilmir. İnsanlar İrana, Türkiyə, Gürcüstana müalicəyə gedirdi, indi gedə bilmir. Həmin ölkələrdən ucuz dərman aldı. İndi keyfiyyətsiz dərmanlara İlham Əliyevin apteklərindən od qiymətini aldı. Bunlara etiraz etmək lazımdır. Bunlara üsyanlamaq lazım. İlham Əliyevin hakimiyyətinə qarşı küçələrə çıxmaq lazım. İlham Əliyev hazırlaşır o günə. Polisin sayını artır, daxili qoşunların sayını artır, olaya əlavə səlahiyyətlər verir. Biz də cəsarətimizi artıraq. Unutmayın ki, o daxili qoşunlarda da, sərhəd qoşunlarında da, polisdə də xidmət edən aşağı rütbəli, bütün zabit, əskər, nə bilim, sıravilər hamısı bizim övladlarımızdır, Azərbaycan xalqının övladlarıdır. İlham Əliyevin qorxularını gerçəkləşdirək, reallaşdıraq, rədd olub geçsinlər. Sağ olun.